18-ci sualda bizdən passive voice məhsul növü istəyir və bunun üçün ilk öncə cümlənin zamanına və tamamlığımıza diqqət edirik. Tamamlığımız high towards cümlənin əvvəlinə gəlməlidir, mübtədanın yerinə və buna görə D variantı çıxır. Və cümlə keçmiş zamandadırsa, bizə was will lazımdır. Bunun üçün A variantı da gedir, çünki bu keçmiş bitmiş zamanın məhsul növüdür və E variantı indiki sadə zamanın məhsul növüdür. İki variant arasında qaldıqda, keçmiş sadə zamanda been işlənməz, been yalnız bitmiş zamanlarda işlənir. Cavabımız C variantı. 19-cu suala baxırıq. Sifət mövzusudur. Zən var cümlədə. Zən varsa müqayisə dərəcəsi olmalıdır və A variantı qalsın. B variantında əgər boşluqdan sonra isim olsa biz artiklı götürərdik. İsim yoxdursa artikl olmaz. C variantı üstünlük dərəcəsidir. Bizdə zən var, müqayisənin göstəricisidir. D variantı adi dərəcə, E variantı adi dərəcə olduğu üçün yanlışdır. Cavabımız A variantı.